أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على رسول الله الأمين سيدنا ونبينا محمد بن عبد الله. ثم صل على علي أمير المؤمنين وعلى فاطمة سيدة نساء العالمين وعلى ولديه وصبتيه الحسن والحسين سيدي شباب أهل الجنة، وعلى الأئمة من ولد الحسين علي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والخلف الحجة القائم المنتظر المهدي، حججك على عبادك وأمنائك على بلادك. يا ربي صل عليهم صلاة تامة زاكية نامية دائمة ما دامت السماوات والأرضون. عباد الله أوصيكم ونفسي بتقوى الله. Möhtərəm möminlər, möhtərəm möminələr, əvvəl özümü və sonra siz əzizləri ilahi təqvaya dəvət edirəm. Allah bizləri, sizləri, hamımızı imanlı, təqvalı insanlardan qərar versin. Allah son anımıza qədər imanımızı, ağlımızı, sağlamlığımızı əlimizdən almasın inşallah. Son nəfəsimizə qədər, son anımıza qədər sağlam ağılla, sağlam təfəkkürlə, sağlam bədən üzvləri ilə ona ibadət, itaət eləməyi bizlərə nəsib eləsin. İmam Zaman ağanın zuhurunu tezləşdirsin. Bizi onun yanında üzü qara olanlardan qərar verməsin. Qəlbini razı salanlardan, zuhuruna hazır olanlardan qərar versin. Onun zuhuru ilə bir-birinə dəymiş dünyamızı abad eləsin inşallah. Allah Subhanahu və Teala dua eləyək xəstələrimizə, xüsusən duaya ehtiyacı olan xəstələrimizə. Xəstələr çoxdur. Vallahi qəfil ölümlər çoxalıb, qəfil xəstəliklər çoxalıb. Allah bütün xəstələrimizə şifa inayət eləsin. Əlacı olmayan xəstəliklərlə bizləri imtihan eləməsin. Ən çətin ölüm qəfil ölümdür də. Qəflətən gedirsən, boynunda haqq, borc, vəsiyyət eləməmiş. Ona görə o hədislərə əsasən deyərlər, köynə kişilər, gərək kişinin vəsiyyəti həmişə onun yastığının altında olsun. Onu hədər yerə demirdilər. Allah bizi qəfil ölümlə imtihan eləməsin. Allah hamımız dünyadan köçüb gedərik, bizləri dünyadan aparanda imanla aparsın. Kiminsə haqqı boynumuzda, haqqın nas boynumuzda, insan haqqı, valideyn haqqı, uşaq haqqı, kiminsə haqqı boynumuzda qalıb dünyadan köçüb getməyək inşallah. Allah hamımızın nəfsini, bizi islah eləsin inşallah. Cəmiyyətimizi islah eləsin, gələn günlərimizi xeyirli eləsin, aqibətimizi, axirətimizi xeyirli və izzətli qərar versin inşallah. Bütün bu dualarımızın qəbulundan ötürü Muhammed və Ali Muhammedi ucalı bir salavatla yad eləyək. Əziz qardaşlar, ayələrdə gizlənən həqiqətlər mövzusunda biz rəcət barədə danışırdıq. Quran-ı Kərimdə rəcətlə bağlı olan ayələr barədə söhbətlər eləmişik, ayələri demişik. Bugün istəyirəm ki, bir ayə də sonuncu bir ayəni bu mövzu ilə əlaqədar dəlil kimi qeyd edeyim. Demək olar ki, bu mövzuda qeyd olunan ən önəmli ayələrdən biridir. Mən onu bilərəkdən sona saxladım ki, onun barəsində biraz ətraflı danışım. Əgər çatdıra bilməsəm də tam danışmağı növbəti dəfə davam edəcəyəm, bəzi məsələlər əgər qalsa. Ondan da əlavə, əziz qardaşlar, inşallah gələcəkdə bu rəcət mövzusunda kimlər qayıdacaq, nə səbəblə qayıdacaq, bu sualları da cavablandıracağam. Və Quranda rəcət barədə danışdığım kimi, hədislərdə də rəcət barədə söhbət edəcəyəm. İnşallah yaxın vaxtlarda Allahın lütfü və inayəti ilə, əgər lütf eləsə, ömür versə bizə, bu mövzunu da tamamlayarıq Allahın izni ilə. Bugün sizin nəzərinizə oxumaq istədiyim ayə Quran-ı Kərimin, yenə təkrar edirəm, rəcət barədə, rəcətə dəlalət edən ən önəmli ayə, ən önəmli ayələrdən biridir. Quran-ı Kərimin Nəml surəsinin 82 və 83-cü ayələri. Ayələri əvvəl oxuyuram,
tərcümə edirəm və sonra bəzi məsələlərin təfsiri barədə biraz sizə məlumat vermək istəyirəm. Diqqətli olun bu barədə. Allah deyir 82-ci ayədə və izə vaqa'al qavlu aleyhim əxrəcna ləhum dabbətən minəl ardı tukallimuhum ennən nəsə kanu bi ayatina la yuqinun və yevmə nəhşuru min kulli ümmətin fəvcən mimmən yukəzzibu bi ayatina fəhum yuzaun. Bu da 83-dür. Tərcümələrini oxuyum dənə. Tanış olay ayənin ümumi ahəngi ilə görək nə deyir. Sonra gələk, başa düşək ki, Allah bizə nə demək istəyir və rəcət barədə, rəcətlə nə əlaqəsi var, onu da izah eləyək. İnşallah qısa formada. Çünki bu mövzu, xüsusən bu ayə çox genişdir. Deyir, onlara deyilən söz, yəni onlara verilən vədə. Allah iman əhlinə vədə verib, iman gətirməyənlərə də nədir? Əzab vədəsi verir, belə deyir. Onlara deyilən söz, yəni əzab vədəsi gerçəkləşdiyi zaman yerdən, buna bir dənə qulaq asın diqqətlə, yerdən onlar üçün bir məxluq çıxardacağıq. İndi bu məxluq kimi bizim tərcümələrdə tərcümə olunub. Başqa söz tapa bilməyiblər onun üçün. Mən indi deyəcəyim onun mənası nədir? Və Mötərizədə də bütün tərcümələrdən görərsiniz. Siz nə yazıblar? Dabbətül ərz. İndi o dabbətül ərzı bizim dildə tərcümə eləyə bilmədikləri üçün, qarşılıqlarını tapa bilmədiyi üçün mənəvi cəhətdən nə deyiblər ona? Bizim verdiyimiz vədə yaxınlaşan zaman biz yerdən bir məxluq nə eləyəcəyik? Çıxardacaq. Yaxşı, bu məxluq, aman bu dabbətül ərz çıxanda yerdən nə eləyəcək? Əvvəla indi bu nədir? Kimdir? Nədir bunun həqiqəti? Bu barədə danışacağım. Deyir, bu çıxanda o onlara, yəni insanlara bizim ayələrimizə iman gətirmədiyini söyləyəcək. Çıxan kimi deyəcək ki, siz bizim ayələrimizə iman gətirməmişsiniz. Sonra növbəti ayənin 83-ün tərcüməsini deyirəm. O gün hər ümmətdən, o gün, haman o çıxan gün, hər ümmətdən ayələrimizi yalanlayan, təkzib eləyən bir dəstəni bir yerə toplayacağıq. Və onlar haqq hesab yerinə nə eləyəcəklər? Göndəriləcəklər. Demək nədir? Onlar bir yerə haman yerə gələcəklər. Ondan sonra haqq hesab verməyə gedəcəklər. O yer ki gələcəklər, o yerdə o qiyamət olmayacaq. Haqq hesab yeri olmayacaq. Əzizlər, rəcətə dəlalət edən ən önəmli ayələrdən biri bu Nəbl surəsinin 82-83-üdür. İkisi bir yerdə tamamlanır, bir-biri ilə oxuyanda görürsən nədir? Bu dediyimiz rəcət əqidəsi ki, yenə də onu təkrar eləyirəm. İmam zaman zuhur eləyəndən sonra qiyamətdən qabaq müəyyən insanların qayıtmasına dəlalət edən ayələrdən biridir. Yaxşı, əzizlər, mən istəyirəm bu ayənin təfsiri barədə biraz danışım. Sonradan onsuz da danışacaq ki, nədir? Sonda deyəcəyəm ki, necə bu ayə dəlildir nəyə? Rəcətə. وَإِذَا وَقَعَ الْقَوْلُ عَلَيْهِمْ أَخْرَجْنَا لَهُمْ دَابَّةً مِنَ الْأَرْضِ. Allahın vədə verdiyi söz yerinə yetdiyi zaman deyir, biz yerdən bir dabbətül ard ki, bizim kitablarda, tərcümələrdə bir məxluq çıxaracağıq deyirlər. Dabbə nədir? Bu günləri siz tərcümələrə baxın, təfsirlərə baxın. Dabbə sözü ərəb dilində dabbə sözü çox vaxt indi müasir dildə heyvan mənasında tərcümə olunur. Heyvan mənası. Biz ona görə də bəzi müfəssirlər deyiblər ki, axirə zamana az qalmış, haman o günü Allah yerdən bir əcaib bir heyvan çıxardacaq. Heyvanın başını da təfsir ediblər, əli belə, ayağı belə, bədheybət bir heyvan olacaq, falan olacaq, biz onunla indi işimiz yoxdur. Bu günləri müsəlmanların bir hissəsi haman bu məxluqa heyvan deyir. Deyir, o heyvan olacaq. Bəziləri mələk deyib. Allah mələk göndərir. Dabbə sözü ərəb dilindən Azərbaycan dilinə tərcümə ediləndə, bax, məxluq kimi bizim kitablarda tərcümə olunur. Bəziləri müasir istifadəyə görə heyvan deyib ona. Lakin ərəb dilində
Açıq tərcümədə dabbə sözü kullu mən dəbbə aləl ard. Hər bir varlıq ki, yerə qədəm qoyur. Hər bir varlıq ki, yer üstündə. Bax, quşlar ki, qanat salıb uçurlar, onlara dabbə demək olmaz. Onlar quşdan başqa yerdə nədir? Ayaq qoyub gəzən heyvana da, insana da, hər cinnə də, həşərata da nədir? Dabbə demək olar. Çünki onlar nədir? Yer üzündə qədəm qoyub yeriyənlər, sürünənlər, bütün bunlar bu cürdür. Bu günləri dabbə heyvana da deyilir. Dabbə cəmi dəvab olaraq həşərata da deyilir. Çünki bəzi xəbərlərdə var ki, insan qəbrə qoyulandan sonra tə'kuluhu dəvab. Onu nə eləyər? Dabbələr. Yəni həşərat. Bizim bədənimizi nə yiyir? Həşərat yemir. Demək, ancaq heyvan yox, həşəratlara da dabbə demək olar. Ümumi lüğəti mənada insan da bu yer üzündə qədəm qoyub yeriyənlərdən olduğu üçün ona da dabbə demək olar, ya demək olmaz. Ondan əlavə, Quran-ı Kərimdə ayələrdə Allah deyir, "Ma min dabbətin illa və alallahi rizquha." Bu dabbə deyilən yer üzündə yeriyən hər bir varlığın ruzisi Allahın öhdəsindədir. Hər bir varlığın. Dabbə burada hər bir, yəni insanın da, heyvanın da, cinnin də, nə bilim həşəratın da, hamının ruzisi kimin öhdəsindədir? Allahın öhdəsində. Hətta peyğəmbərlərdən biri Hud peyğəmbər məsələn özü Allah onun dili ilə Quran-ı Kərimdə danışır ki, onu hədəliyirlər, səni öldürəcəyik. O deyir, siz məni öldürə bilməyəcəksiniz. Ma min dabbətin illa elə bir yer üzündə olan varlıq, yer üzündə yeriyən bir varlıq yoxdur ki, onun əmri Allahın əlindədir. Yəni ölüm əmri Allah onlara deyir ki, siz məni öldürə bilməyəcəksiniz. İndi ayənin məzmununu dedim sizə. Axidun binasiyyətiha. Allah onun idarə etməsi Allahın əlində. Sən mənsə hədəli, mən səni öldürəcəm. Yox. Allah istəməsə sən məni öldürəməz. Demək, burada ayələri mən qısa deyirəm, rəqəmlərini də demirəm çünki vaxt çox götürür. Hud peyğəmbər özü ölümlə hədələnəndə özünü dabbə kimi nə eləyib təqdim edir. Demək, dabbə insan ola bilər. Düzdür. İndi gələk, demək, Allah deyir, mənim vədəm yerinə yetən zaman biz yerdən bir dabbətul ərd, bir dabbətul ərzı çıxaracaq, bir varlıq çıxaracaq. İndi müsəlmanların bir qismi deyir ki, o heyvandır. Bəli, heyvan ayağı bu uzunluğunda, başı bu boyda, nə bilim, qıçı bu boyda. Yaxşı, bu əgər heyvandırsa, axı ayədə deyir ki, bu çıxandan sonra onlarla nə eləyəcək? Danışacaq. Danışanda da nə deyəcək onlara? Siz bizim ayələrimizi təkzib edirdiniz. Belə deyir. Allahın izni ilə bu nit deyəcək ki, siz bizim, yəni Allahın ayələrini təkzib ediyorsunuz. Deməz bu. İndi bu danışan heyvana daha yaxın deyə insana daha yaxındır. Təbii ki, insana. Çünki danışmaqlıq insana məxsus olan bir nədir? Keyfiyyətdir. Bəli, ümumi mənada deyə bilərsiniz ki, Allah qüdrət sahibidir. Allah heyvana da desə danışacaq. Mənim ondan işim yoxdur. Amma aya gəlin indi möcüzə ilə işimiz yoxdur. Allah deyir, mən bir varlıq çıxaracağam. O varlıq insanlarla danışacaq və danışdığında da sözü bu olacaq ki, ənnən nasə kanu bi ayatinə la yuqunun. İnsanlar Allahın ayələrinə iman gətirməmişdilər. Yəqinləri yox idi. Təkzib eləyirdiniz ayənin. Ayıcam, gəlin bura, hesab vaxtıdır da. Siz Allahın ayələrini inkar edirdiniz. Özü də baxın, söhbət kimlərdən gedir burada? Ancaq Allahı dananlar, iman gətirməyənlər, Allah ayələrini təkzib edənlərə bu müraciət olacaq. Qiyamət günündə isə hesab kitab həm mömin üçündür, həm kafir üçün, həm fasik üçün. Hamı bir yerdə olacaq, belə deyil. İndi gəlirik bura. O dabbətul ardın insan olma ehtimalı ayənin özündə də görünür. Çünki danışacaq. Belədir. Gələk biz hədislərə, təfsirlərə də başvuru eləsək, bilmək istəsək, en qədər hədisimiz var ki, dabbətul ard insandır. Bəs kimdir o dabbətul ard? Kimdir haman o məxluq, o varlıq? Biz Əhl-i Beyt əqidəsində hədislər deyir ki, haman qiyamət günündən qabaq və İmam Mehdinin zuhurundan sonra çıxan, haman yerdən çıxan o varlıq dabbətul ard Həzrəti Əli əleyhissalatu vesselamdır.
Həzrəti Əli əleyhissalamdır. Bu günləri dabbə kəlməsini heyvan kimi təfsir edənlər deyirlər ki, şiələr Həzrəti Əlini təhqir edirlər, ona heyvan deyirlər. Allah orada deyir, heyvan çıxaracaq, siz deyirsiniz Həzrəti Əlidir o. Amma qaldı ki, bu insanlar həqiqətən də onun lüğəti mənasını başa düşməyiblər. İkinci də məntiqdə insanın tərifi nədir ki? Heyvanun natiq. İnsan, heyvanla müştərək cəhətləri var, amma insanla heyvanı fərqləndirən insan heyvanun natiq. Nitqə gələn nədir? Məntiq bu. Aristotel insana tərif verəndə məntiq kitabında yazır Əl-insanu heyvanun natiq. İnsan danışan nədir? Heyvandır. Heyvan sözü nədir ki? Allah demir ki, ahirət həyatı heyvan deyən həyat. Heyvan həyat sözündəndir də. Həyvan həyat sözündəndir. İndi ondan işim yoxdur. İnsan nitqə gələn heyvandır. Nitq bu adi nitqdən söhbət getmir. Yəni məntiqli insandır, düşünən varlıqdır. Ağlı və dərrakəsi olan varlıqdır. Bu məntiq elmdir. Ondan işim yoxdur. Ona görə də bizim əqidədə haman o gün çıxacaq insan kimdir ki, insanlara deyəcək, siz Allahın ayələrinə iman gətirmirdiniz, təksib eləyirdiniz. Kim olacaq? Həzrəti Əli əleyhissalam. Həzrəti Əli əleyhissalam. Mən hədislər çoxdur, bir dənə hədisi deyirəm sizə məzmununu. Səhabələrdən biri, böyük səhabə Əmmar ibn Yasirin yanına gəlir. Deyir, ya, ey Əmmar ibn Yasir, Qur'an-ı Kərimdə bir ayə məni şəkkə salıb. Mənim rahatlığımı mənim əlimdən alıb. Başa düşənmirəm, anlaya bilmirəm. Allah Qur'an-ı Kərimdə haman bu ayəni oxuyur ki, Allahın onlara deyilən, verdiyi söz gerçəkləşdiyi zaman biz yerdən bir dabbətül ard, bir məxluqu, bir varlığı nə eləyəcək, çıxaracaq. Mən bilmək istəyirəm, bu kimdir o varlıq? Əmmar təbəssüm edir, baxır bu kişiyə, deyir, and olsun Allahın izzət və cəlalına. Yem, nə qədər baba, bir sənin yanındayam, yemək yemədən, su içmədən, heç bir şey yeməmiş, içməmiş sənə o dabbətül ardı bugün göstərəcəyim. Əmmar deyir ona. Kişiyə təəccüb gəlir ki, sən mənə göstərəcəksən onu, deyirəm. Düşür Əmmarın dalınca. Gör Əmmar gəlir, gəzir o küçə, gəlir Həzrəti Əlinin yanına. Görür Həzrəti Əli əleyhissalam yemək yeyir, xurma qabağında, falan gəlir oturub bundan başlayır yemək yeməyə, içməyə falan. Bu təəccübə gəlir ki, kişi indi mənə deyirdi ki, mən yeməmiş, içməmiş, sənə göstərəcəyim onu axı. Bu öz andına əməlləmədi, yeyir, içir, mənə göstərməyib dabbətül ard kimdir. Qutaran kimi Əmmar ibn Yasirə deyir ki, ey Əmmar, sən and içdin ki, yeməmiş, içməmiş mənə haman o varlığı göstərəcəksin. Deyir, sən ağıllı olsaydın başa düşərdin ki, dabbətül ard elə bizim bu yemək yediyimiz bu boyda bu şəxsiyyətdir. Allah ona o məqamı verib ki, o haman günü rəcət dövründə, qiyamət günündən qabaq, İmam Mehdinin zuhurundan qabaq çıxacaq və nədir? İnsanlara bu formada müraciət eləyəcək. Ay filan, ay kafirlər, ay müşriklər, siz Allahın ayələrini nə edirdiniz? Təkzib edirdiniz. Əhl-i-Sünnə müfəssirlərindən, məhşurlarından biri Zəməxşəridir. Zəməxşəri öz Kəşşaf təfsirində bu ayə barədə danışır. Danışır, uzun-uzadı sözlər deyir. Kimdir, nədir, filandır. Axırda deyir ki, yaxşı, bu dabbətül ərz kimdir də? Deyir, mələkdir, filandır, heyvan, çox rəylər gətirir. Axırda bir dənə zəif rəy qeyd edir. Deyir, belə də deyirlər ki, dabbətül ərz Həzrəti Əlidir. İbn Abbas belə deyib ki, o Əlidir. Amma deyir, o qədər sözləri gətirir. Və qilə Ənəhu Ali ibn Əbi Talib. Deyiblər ki, belə, onda İbn Abbas deyirlər, nəql edib, ta belə şübhə ilə yanaşırdı ona. Qardaşım, bu insan Allahın nəyidir? Aslanıdır, şiridir. Peyğəmbərin gəldiyi gündən bu dini nədir? Ayaq üstə saxlayandır. Ona görə bax, Əmmar deyir, dabbətülər Həzrəti Əlidir. Səlman Farisidən də bir rivayət yadıma düşdü, çox uzatmaq istəmirəm. Elə bilən bu ayə ilə bağlı. Bəzi məsələlər əgər qalsa qaranlıq, gələn xütbədə deyəcəyim. Əmmar, Səlman Farisi də gəlir Peyğəmbərin yanına, bu ayə barədə soruşur. Peyğəmbər hətta özünün qayıtmasından da söhbət edir. Baba, mən də qayıdacağım. Mənim idarəm, mənim rəhbərliyim altında haqla batil arasında döyüş olacaq. Haqqı mən təmsil eləyəcəm, batili isə şeytan təmsil eləyəcək. Mən haman günü şeytanı öldürəcəyim. O şər qüvvəni nə deyir? Haman günü nə eləyərəm? Ona yəni qələbə çalacağım. Peyğəmbər deyir. Deyir, Səlman Peyğəmbər danışa-danışa, hədisin qısa məzmununu deyirəm. Deyir, ürəyim elə şövnədir ki, Peyğəmbər mən qayıdacağam. Mən də illərdir Peyğəmbərin səhabəsiyəm. Deyir, elə bir sanki nədir? Peyğəmbər bunu məndən hiss elədi.
Dedi, and olsun, ay Səlman, səni məni yaradan Allaha, sən də o qaydanlardan olacaqsan, sən də mənə gələcəksən. Deyir, ondan sonra durdum ayağa sevincək, dedim, bilsən nə var, ya Rasulallah, ölüm mənə tərəf gələr, mən ölümə tərəf gedərəm, haçan ölər, mənim eynimə deyil. Madam ki, mən haman günü sənlə qayıdıb, haqla batil arasında olan döyüşdə sənlə çiyin-çiyinə döyüşəcəyim. Əzizlər, bugün təfsir alimləri deyir, o dabbətul arz. Bizim təfsirimizə əsasən Həzrəti Əli gələndə nə ilə gələcək? Hamı deyir ki, onun əlində Musanın əsası olacaq, Süleymanın üzüyü olacaq və bütün peyğəmbərlərin mirası ilə gələcək. Peyğəmbərlərin o qiymətli mirasları olub ki, onları gətirəcək. Heyvan gətirəcək bunları. Bədheybət heyvan peyğəmbərlərin varisidir. Bədbəxt sözdür, həqiqətən də bədbəxtçilikdir. Ona görə də ayənin öz ahəngi və rivayətlər ki var, en qədər rivayətlər var və təvatür həddində olan rivayətlərimiz var ki, bu kimdir? Həzrəti Əli əleyhissalatu vəssalamdır ki, o rəcət günü gələcək. Nə eləyəcək? Qoy bunu da deyim, söhbətin maraqlı yerində qoy saxlamayayım. Söhbət nə eləyəcək? Musanın əsası və Süleymanın üzüyü onun əlində olacaq. Pis insanların başına o Musanın əsası ilə vuracaq. Onlarla söhbət edəcək. Bu ayə deyir də söhbət edəcək. Siz ayələri nə edirdiniz? Təkzib edirdiniz. Ayələri təkzib edirdiniz. Onların alnın iman gətirməsələr, iman gətirməyənlərin burnunun üstündə, alnında, burada bir qara ləkə əmələ gələcək. O qara ləkə böyüyüb onları yandırıb kül eləyəcək. Və bəziləri deyir ki, yazılacaq, o qara ləkə ilə nədir? Bu insanlar artıq Allahın lütfündən, mərhəmətindən, rəhmindən uzaqlaşdırılmış insanlardır. Bunlar nədir? İman gətirməyib əbədi cəhənnəmdə olanlardır. Və möhürlə mömin insanların nədir? Alnlarına vuracaq öz möhrünü, bir nur əmələ gələcək. O nur bütün bədənlərini, vücudlarını eləyər, əhatə eləyər. Onlar nurlu insanlar kimi görünəcəklər. Allah Quran-ı Kərimdə demir, yu'raful mucrimuna bisimahum və yu'xadu bin nawasi vel aqdam. Rəhman surəsində. Günah əhli öz simaları ilə nə olacaqlar? Tanınacaqlar. Bu ayələr bir-birini təfsir edir. Necə tanınacaqlar? Onların simalarında bu rəcət günü vurulan möhür onları tanıdacaq. İman əhli tanınacaq, küfr əhli tanınacaq, Həzrəti Əli ilə olanlar tanınacaq, olmayanlar tanınacaq, o nurla əhatə olanlar tanınacaqlar. O rəcət günü inşallah Allah bizi nurla əhatə olunan insanlardan qərar versin. Allahın ayələrini inkar eləməklə gəlincə. Söz deyəcək, Allahın ayələrini inkar edir. Düzdür, belə deyir. Allahın ayələri nədir? Birinci, Allahın ayələri deyəndə, yəni Quran-ı Kərimdə gələn ayələr. Belədir, bu bir dənə təfsir. Əlhəmdü surədir, 6 ayədən nədir, ibarətdir. O ayələr hamısı Allahın ayələridir. Şəriət hökmləri gələn ayələr. İkinci, Allahın yaratdıqları ayələr, yəni əlamətlərdir. Günəş Allahın ayəsidir, ay Allahın ayəsidir. Düzdür? Ondan sonra Allahın yaratdığı dağlar, daşlar, dənizlər, bu Allahın ayələridir. Yəni siz bunları görə-görə bilmədiniz ki, bunu yaradan var, təkzib elədiniz. Bu iki növ ayə. Üçüncü növ ayələr insanlardır. Peyğəmbərlərdir. Övliyalardır, Allahın ayələridir. Çünki baxın, mən bir ayədə, Müminin surəsinin 50-ci ayəsinə baxın. Allah Məryəmə və oğlu İsa'ya nə deyir? Deyir, onlar Allahın ayələridir. Deyir, وَجَعَلْنَ ابْنَ مَرْيَمَ وَأُمَّهُ ayətən. Biz Məryəmin oğlu İsa'nı və onun anasını öz ayəmiz kimi, əlamətimiz kimi nə elədik? Qərar verdik. Demək, onlar Allahın ayəsidir. Yəni, nəticə etibarıyla Peyğəmbərlər ayədirlər, ya yox? Həzrəti Peyğəmbər və Ali Peyğəmbər Allahın ayələridir, ya yox? Əlinin özü Allahın ayəsidir, ya yox? Hüseyin Allahın ayəsidir, ya yox? Orada Həzrəti Əli deyəndə siz Allahın ayələrini təkzib edirdiniz. Bu mənalarla bərabər, yəni demək istər ki, siz məni inkar edirdiniz. Siz Əlini inkar elədiniz. Siz Peyğəmbəri inkar elədiniz. Bu 83-cü ayənin qısa təfsiri idi. Lakin 82-nin üzr istəyirəm. 82-nin qısa təfsiri idi, amma söz 83-dədir. Orada nə deyir? Bu barədə keçən xütbələrdə demişəm. O gün hər ümmətdən ayələrimizi təkzib eləyən bir dəstəni bir yerə toplayacaq. Haman gün hər ümmətdən nə dəstə? Bir dəstə. Bu ayə
bildirir ki, haman gün qiyamət günü deyil. Hədislərdə oxudum sizin üçün kösən söhbətlərimdə. Çünki qiyamət günündə və haşarnahum fələm nuğadir minhum ahada. Onların hamısını həşrə gətirəcəyik, heç kimi istisna eləməyəcəyik. Orada hər tayfadan, ümmətdən bir dəstə o xüsusi gündür. Xüsusi səbəblərə, xüsusi məqsədlərə görədir. O barədə gələn söhbətlərimdə inşallah söhbət eləyəcəyəm. Demək, ayələrin ən üstünlərindən biri, rəcətə dəlalət edən ayələrdən biri bu Nəml surəsinin 82-83-cü ayələridir. Allah bizi o həqiqi, o Dabbətul Ard, Həzrəti Əlini tanıyanlardan qərar versin. Dünyamızı da onunla, ahirətimizi də onunla və onun balaları ilə bərabər, Qur'anla bərabər eləsin inşallah. Allah gələn günlərimizi xeyirli eləsin, aqibətimizi xeyirli və izzətli qərar versin inşallah. Ən gözəl kəlam Allah kəlamıdır ki, Qur'an-ı Kərimdə deyir, Bismillahirrahmanirrahim, Qul huvallahu ahad, Allahus-samad, ləm yəlid və ləm yulad və ləm yekulləhu kufuvan ahad. Amennā billah, sadaqallahul aliyyul azim. Vəssalamu aleykum cəmiən və rəhmətullahi və barakatuhu.